16 yaşlı xanımın gözəl və bərabər kəsimli saçları var. Uzaqdan baxıb görürsən ki, keratinə sanki ehtiyacı yoxdur. Baxmayaraq ki, saçları naturaldır, boyasızdır. Amma saçın ucları və uzunluğu solub rəngi, dibləri isə tündür. Bu o deməkdir ki, bu yanğın başlanğıcıdır. Saçlar başlayır hacılanmağa, dolaşmağa, dolaşıqlardan qırılmalar əmələ gəlir. Qırılmalar isə başlayır saçları şişdirməyə. Siz də hər dəfə saçın şişkinliyini yatışdırmaq istəyəndə digər sağlam saçlarda daha və daha çox yandırırsınız. Mən sizə sübut etmək istəyirəm ki, nanokeratin qeyri-adi bir prosedur deyil. Mən bunu dərhal yulandan sonra sizə təqdim edirəm. Görürsünüz ki, saç canlandı, elastikli yerinə qayıtdı, heç bir ukladka da olunmadı. Sadəcə təhlükəsiz şəkildə saçları sağaltmağın bir növüdür. Bu da ki, uzun müddət çəkmir, 3-5 ay maksimum. Və gördüyünüz kimi mən baxmayaraq ki, saçları ütüləmişəm, amma dibin rəngi ucları kimi solmayıb. Bu demək ki, tam təhlükəsiz şəkildə biz bunu işləyirik.